Salam dəyərli izləyicilər, 14 TV efirində hər birinizi xoş gördük. Sözün gücü verilişinin Məhərrəm ayına özəl buraxılışında yenidən qarşınızdayıq. Bu günləri qloballaşan dünyada fərqli mədəniyyətlərin qarışdığı bir zamanda Kərbəla hadisəsinin yerini müzakirə edəcəyik. Qonağımız tədqiqatçı psixoloq Bəhruz Camaldır. Xoş gəlmişsiniz Bəhruz bəy. Xoş gördük. Dəvətimizi qəbul etdirib gəldiyiniz üçün təşəkkür edirik. Minnətdaram, mən də sizə və kanalın yaradıcı heyətinə öz təşəkkürümü bildirirəm. Belə maraqlı mövzunu müzakirə predmeti elədiyiniz üçün. İlk sualımız budur ki, Kərbəla hadisəsi sadəcə tarixi bir hadisədir, yoxsa qlobal təsirlərə malik bir hadisədir? Kərbəla hadisəsinə, ümumiyyətlə Kərbəla barəsində danışmaq mənim üçün biraz çox çətindir. Nəyə görə çətindir? Tarixdə baş vermiş ən real faktı, amma günümüzə qədər ən çox təhrifə və yanlış belə deyək də, oxunuşlara malik olan bir hadisədir. Ona görə bu nöqteyi nəzərdən Kərbəla barəsində biraz danışmaq rahat olduğu qədər də çətindir. Artıq bildiyimiz kimi qloballaşma qaçılmaz bir faktdır. Bütün mədəniyyətlər, bütün dəyərlər demək olar ki, bir-birinə qarışıb, informasiya blokadaları götürülüb, sosial şəbəkələr vasitəsilə, internet resursları vasitəsilə dünya insanı artıq bir-birindən, bir-birinin mədəniyyətlərindən, düşüncə tərzindən, yaşayış tərzindən xəbərdar olur. Bunun mənfi tərəfləri ilə yanaşı, müsbət tərəfləri də çoxdur qloballaşmanın. Bu fonda düşünürəm ki, Aşuranı biz təkcə tarixi bir hadisə kimi yox, dediyim kimi Aşuraya dayanıb baxdığımız yer önəmlidir. Onun tarixi tərəfləri, onun dini tərəfləri, onun sosial-siyasi tərəflərini yaxşı biçimdə, yaxşı qəlibdə təqdim etmək olar. Və tarixə də nəzər salanda, məhz elə bu qloballaşmanın müsbət nəticələrindən biri budur ki, tarixin böyük şəxsiyyətləri, məsələn, Mahatma Gandhi kimi, bəzi İngiltərəli, Fransalı yazarlar kimi Aşuranı tədqiq eləyib, İmam Hüseyin barəsində, Kərbəlanı tədqiq eləyib, müsbət fikirlər səsləndiriblər. Yəni, düşüncə adamları, düşünürəm ki, Aşuradan müsbət nöqtələr, müsbət məqamlar çıxarda bilər. Mənim öz şəxsimə gəlincə isə, mənə görə Aşura sadəcə bir tarixi hadisə deyil. Bunun siyasi yükü olmaqla yanaşı, həm tarixdə baş vermiş bir hadisədir, həm də mənə görə Aşura və Kərbəla hadisəsi bir düşüncə dəyişimi, məna uğrunda mübarizədir. Bu nöqteyi nəzərdə, məsələn, Aşuranın siyasi yönümü, dediyim kimi, siyasətçi Aşuradan siyasi motivləri çıxardıb, onu sırf siyasi bir hərəkat kimi dəyərləndirəcək. Tarixçi ancaq bunun sosial tarixi tərəflərini qabardacaq. Bir ilahiyyatçı bunu sırf dini kontekstdə araşdıracaq. Mən bu nəzərlərin kompleks yanaşmasının tərəfdarıyam ki, biz Aşuradan lazımincə dəyərlənə, Kərbaladan lazımincə bəhrələnə bilək. Baxmayaraq ki, məsələnin siyasi motivləri də var. Necə ki, İmam Hüseyin Yezdə beyyət eləmədi, onun dövlətinin, belə deyək, hakimiyyətinin legitimliyini qəbul eləmədi, onun idarəçilik sistemini qəbul etmədi. Bu nöqteyi nəzərdən Aşurada bir siyasi faktor da var. Amma məsələ bundan dəyişilmir də. Çünki biz buna sırf siyasi inqilab və yaxud da siyasi bir hərəkat adı versək, tarixə də biz nəzər sarsaq, görürük ki, siyasi inqilablar, siyasi hərəkatlar sırf rejim və yaxud da sistem dəyişikliyinə yönəlir, əsaslı şəkildə inqilab və qələbəyə köklənmiş olur. Amma Kərbəlada biz bunu müşahidə eləmirik. Yəni, İmam Hüseynin rejimin və yaxud da siyasi sistemin dəyişdirilməsi kimi bir iddiası da yox idi. Məsələ idarəçilikdəki qüsur və nöqsanların aradan qaldırılması idi ki, elə İmam Hüseynin özünün kəlamı ki, mən nə fitnə fəsad salmaq üçün, nə də belə deyək də qarşılıqlıq yaratmaq üçün ayağa qalxıram. Mən babamın ümmətini islah etmək üçün ayağa qalxıram. Bu islah məsələsi çox önəmli məsələdir, geniş məsələdir. Niyə məhz islahın bu növü? Başqa növlər yox. Və düşünürəm ki, o yerə qədər artıq ritorika, danışıq bitmişdi. Yəni, sözün bitdiyi yer idi. Yəni, sən nə danışmalısan, nə deməlisən, hansı fərqli söz deməlisən ki, belə deyək də, ümmət ayılsın.
Bunlar Peyğəmbəri görmüşdülər, Həzrət Əlini görmüşdülər, xəlifələr dönəmini görmüşdülər. Din oxunuşunun Peyğəmbərdən, xilafət dönəmindən sonra təhrifə məruz qalması Kərbəla hadisəsinin yaranma zəminindən biridir. İmam Hüseyn də məhz bu oxunuşun buna qarşı çıxırdı ki, insanlar din vasitəsilə istismar olunmasın. Hər bir zülmə, ədalətsizliyə din donu geyindirilməsin. Bu nöqteyi nəzərdən biz Kərbəlanı sırf siyasi bir hadisə kimi dəyərləndirməmiz məncə yanlış olardı. Dini nöqteyi nəzərdən də Kərbəla bir din hadisəsidir, yəni həm də dini tərəfləri var. Çünki ortada təhrif olunmuş din motivi və bununla mübarizə var. Tarixsəlliyi də öz yerindədir ki, tarixi faktdır, sosial tərəfləri var. Kərbəlanı yaradan sosial tarixi faktorlar var. Biz Kərbəlanı araşdırmaq üçün Kərbaladan öncəki tarixi durumu, tarixi vəziyyəti, sosial vəziyyəti araşdırmalıyıq. Ona görə Kərbaladan doğru düzgün nəticələr çıxartmaq üçün məncə bu dediyim məsələlər kompleks şəkildə hamısı bir yerdə araşdırılmalıdır. Həm də ki, Kərbəla hadisəsi həm də sosial cəhətdən oradakı o, belə deyək, 72, belə deyək, rəmzi bir rəqəmdir əslində bu. Az da ola bilər, çox da ola bilər, o ayrı bir mövzudur. Oradakı o kiçik bir dəstənin bir-biri ilə olan münasibətlərinin belə müəyyən bir, baxırsan ki, sosial, bugünkü cəmiyyətdə nə cür bir təsirləri var. Məsələn, cəmiyyət əgər o cür olsa, prototipidir, ideal bir cəmiyyət prototipidir məncə. Digər bir sual da budur ki, Kərbəla hadisəsi, həyat, yaşamağa dəyərmi sualına necə cavab verir? Çox maraqlı sualdır. Ümumiyyətlə, bu həyat yaşamağına dəyərmi sualı əxlaq fəlsəfəsində, ümumiyyətlə fəlsəfədə bu günə qədər də müzakirə mövzularından biridir. Məşhur psixoloqlardan birinin sözü var, deyir ki, əgər fəlsəfə həyat yaşamağına dəyərmi sualına cavab tapa bilsə, başqa sualları cavablandırmasa da olar. Bu kontekstdə həyat yaşamağına dəyərmi? Fərqli fikirlər var. Məsələn, bir qrup filosoflar həyatda heç bir mənanın olmadığını, həyatın absurd olduğunu deyirlər və bəli, nihilizmə də bir növ gəlir çıxır, amma bunlar praktiki ağıl müstəvisində məsələni analiz edirlər. Deyirlər ki, praktiki ağıl hər bir işdə onun faydalılıq əmsalına görə qərar verir. Yəni, mən hər hansısa bir işi görürəmsə və yaxud da hər hansı bir işdən çəkinirəmsə, onun mənə faydası daha çoxdur, yoxsa zərəri daha çoxdur? Faydası daha çoxdursa, praktiki ağıl deyir ki, sən bu işi görə bilərsən. Bu kontekstdə deyirlər ki, əgər bugünkü yaşadığımız həyatda, əgər mənim əziyyətlərim, çəkdiyim əziyyətlər, istirablar, sarsıntılar faydadan və mənim xoşbəxtliyimdən çoxdursa, praktiki ağıl deyir ki, belə həyatı yaşamağına dəyməz. Və bu elə gətirir, nihilizmə çıxardır. Bir qrup deyir ki, həyat hər bir çətinliyi ilə yaşamağına dəyər. Bir qrup da deyir ki, əslində həyata anlam verən, həyatı dəyərli edən yaşadığın məna və motivdir. Sən hansı məna və motiv uğrunda yaşayırsan? Yaşamın öz-özlüyündə heç bir, belə deyək də, dəyəri yoxdur. Onu dəyərli edən sənin amalın, sənin arzuların, sənin ideyalarındır. Məncə bu daha məntiqli yanaşmadır. Bu kontekstdə nəinki həyat, hətta ölüm belə məna tapa bilir. Məna tapa bilir. Və düşünürəm ki, Kərbəla hadisəsi bizə göstərdi ki, məsələn, İmam Hüseynin o məşhur sözü var da, düşmən oğlu düşmən məni iki yol ayrıcında qoyub, bir zillətə boyun əymək, bir də ölüm. Mən zillətlə yaşamaqdansa şərəflə ölməyi üstün tuturam. İndi kontekstdə deyirəm də, şərəflə ölməyi üstün tuturam. Əslində bu ifadə həm həyata bir məna qatır, yaşama, həm də ölümə bir məna qatır. Həyata bu cür məna qatır ki, ola bilsin ki, sən 100 il, 50 il yaşayasan, amma zillətə boyun əyərək, boyunduruq altında yaşayasan. Sən cismən varsan, yaşayırsan, amma ruhan artıq ölüsən. İmam Hüseyn Kərbəla hadisəsi bizə göstərir ki, yaşamağı anlamlı edən azad və hür yaşamaqdır. Bu yaşadığın qısa müddəti doğru düzgün dəyərləndirib, daha az istirab, əziyyətlə və daha xoşbəxt yaşamağı bacarmaqdır. Yaşamağı anlamlı edən budur.
Yox, əgər belə bir yaşantı olmayacaqsa, bəzən ölüm bu cür yaşamaqdan daha dəyərli olur. Ölmə də bir fərqli, çünki ölüm şuuru da əxlaq fəlsəfəsində, dinlərin fəlsəfəsində ən qlobal mövzulardan biridir və bir çox filosoflar deyir ki, hətta bugünkü mədəniyyətin, incəsənətin formalaşmasında belə ölüm şuuru və ölüm qorxusu durur. İnsanlar psixoloji olaraq bu ölüm qorxusunun baskısını azaltmaq üçün bunu incəsənətdə, teatrda, filmdə, ədəbiyyatda kompensasiya eləyiblər. Amma Kərbala hadisəsində biz baxıb alternativ ölüm şuuruna alternativ oxunuşu görürük ki, əslində ölüm qorxmaq üçün deyil, ölümü də mənalı eləyən, ölümdən qorxuzan və yaxud da ölümü də sevdirən sənin mənandır. Hansı məna uğrundaysan yaşamısansa, ölümün də. Həzrət Hüseyn göstərdi ki, bu cür zillətə boyun əyib yaşamaq mənasız və elə ölü yaşamaq kimidir, amma bu məqamda həyatı sonlandırıb ölmək daha dəyərlidir. Və necə ölmək, məsələn, şəhidlik belə deyək də, şəhidlik anlamını qabartdı. Baxmayaraq ki, İslam şəhidlikdən danışır. Həzrət Hüseyn həyatla şəhidliyin, həyatla ölümün elə bir praktiki sərhədlərini cızdı. Və başa saldı ki, həyat mənalı necə olur, ölüm də mənalı necə olur. Necə ki, Həzrət Əli Əkbərin buyurduğu kimi baldan da şirin olması məsələsi. Artıq bunlarda ölüm qorxusu məsələsi yox idi da. Biz deyək ki, bunlar ölümdən qorxurdular. Digər bir sualımız isə budur ki, sizcə Aşura hadisəsi Peyğəmbərə isnad edilən qızıl orta prinsipi ilə ziddiyyət təşkil edirmi? Çox maraqlı sualdır. Əslində bu yazılarda da bəzən oxuyuruq. Bu hədis qeyd olunur ki, Peyğəmbər deyib ki, səhv eləmirəmsə ərəbcə belədir, xeyrül umuri əvsətuha. Hər bir işdə orta yol ən yaxşı yoldur. Mən bu hədisin qaynağını kifayət qədər araşdırmışam. Peyğəmbərin belə bir söz dediyi, yəni hədis olaraq var, amma zəif və Peyğəmbərə isnadı çox zəifdir. Yəni Peyğəmbərin belə bir söz deməsi. Amma bu qızıl orta prinsipi Aristotelin əxlaq fəlsəfəsində, Aristotelin irəli sürdüyü nəzəriyyədir. Mükəmməl də nəzəriyyədir. Aristotel deyirdi ki, necə ki İslam da buna işarə edir, hər bir işdə ifrat və təfrit olmaz. Aristotel deyirdi ki, hər bir işin ifrat və təfrit həddi var. Əxlaqi rəftar və davranışlarda. Bunun ən mükəmməl və ideal balanslaşmış həddi, məsələn, bunun orta həddidir. Məsələn, Aristotel deyirdi ki, cəsarət həmən o orta həddir. Cəsarətin ifratı, başı pozuqluqdur, belə deyək də, o axmaq cəsarəti deyirlər də. Yəni, düşünülməmiş hər bir işi görmək. Amma bunun təfrit həddi qorxaqlıq və ağciyərlikdir. Cəsarət artıq qızıl ortadır. Çox mükəmməl konsepsiyadır. Amma mən düşünürəm ki, bəzən İslamın ana prinsipləri ilə, məsələn, Quran deyir ki, vəçtəni bu tağut. Tağutdan uzaqlaşın, çəkinin. Bu biraz uyuşmur. Məncə hər bir işdə, bəlkə də yanlış edir, amma mənim gəldiyim qənaət budur. Məncə hər bir işdə orta yolu tutmaq olmaz. Bəzi işlər var ki, xüsusilə də haqq və batilin sərhəddinin təyin olunmasında orta yol haqqı batilə qurban verməkdir. Məsələn, hüquq fəlsəfəsində də bəzən bu cür araşdırmalar və bu fikirlər var. Hansısa bir cinayət işi və yaxud da hansısa bir hadisə araşdırılanda, əgər məsələ o qədər qarışıqdır ki, həqiqəti təyin eləmək məsələn biraz çətindir, onda qarşı tərəfləri barışdırmağa çalışırlar ki, məsələn, ortaq məxrəcə gəlib bunları barışdırsınlar. Praktik olaraq bu işdəydir. Amma düşünürəm ki, haqq və həqiqət kontekstindən məsələyə yanaşanda bu iki tərəfdən o haqlı tərəfin haqqının aradan getməsi deməkdir. Məsələn, mən tutaq ki, hansısa bir cinayət eləmişəm, sizin hüdudlarınızı tapdalamışam, haqqınızı tapdalamışam və bizi gəlib barışdırırlar ki, sən də biraz, belə deyək də, iddiyovu azalt, sən də biraz keç, sən barışın, məsələ həll olsun. Amma burada təbii ki, barışıq baş verir, amma həqiqət öz yerini tapmaq axı ikimizdən birinin haqqı aradan gedir. Bu kontekstdə mən düşünürəm ki, Kərbala batilin üzərinə çəkilən bir şillədir. Yəni, batillə haqqın mübarizəsində orta yol deyə bir anlayış yoxdur. Birdən biri deyə bilər ki, bəs bu boyda ixtilaf düşdü, filan, ümmət parçalandı. Bu barədə də mənim
yanaşmam biraz fərqlidir. Mən düşünürəm ki, məhz bu yerlərdə ixtilaf zəruridir. Əgər biz desək ki, ixtilaf, yəni qarışıqlıq, xaos nəzərdə tutmuram da, yəni məsələlərin dərindən analizi, fərqlilik, ixtilaf sözünün bir mənası da bir də müxtəliflik. Əgər biz İmam Hüseynin Kərbəla hadisəsində sırf bu kontekstdən yanaşıb, onu orta yol tutmadığına görə müttəhim eləsək, onda Quranda kifayət qədər ayələr var ki, məhz Allahın ixtilaf saldığı qeyd olunur. Çünki insanlar vahid ümmət olaraq yaşayırlar, biz bunlara peyğəmbərlər göndərdik, bunlar ixtilafa düşdülər. Deməli, haqla batilin məsələsində ixtilaf önəmli faktordur. Burada orta zəruridir, qaçılmazdır. Hətta Həzrəti Musa ilə qardaşı Harunun misalında da var da, Həzrəti Musa Tur dağına gedir, Samiri buzov düzəldir və başlayır buzova tapınmağa. Həzrəti Musa qayıdıb Harunun, hətta orada ifadə biraz kəşkindir də, saqqalından yapışır ki, sən niyə icazə verdin də, bunlar buzovpərəst olsunlar. Baxmayaraq ki, Həzrəti Harunun argumenti yaxşı argumentdir, amma keçərsiz argumentdir. Deyir ki, mən ümmətümün arasında ixtilaf saldığımı mənə tənə vuracağıma görə mən onların buzovpərəstliyinə göz yumdum ki, eybi yox, ixtilaf düşməsin. Başqa ayələrin kontekstində Samiriyə qarşı Həzrəti Musanın münasibətində görsənir ki, heç də bu argumentə müsbət rəy verməyib. Yəni, belə bir şey yoxdur ki, tövhidin, belə deyək də, əvəzində, Allaha pərəstişliyin əvəzində hansısa bir din, inanc yaransın və sən ixtilaf salınmasın deyə bunun qarşısını alasan. Yox, batillə haqqın mübarizəsində orta yol, bəlkə də o dediyimiz kimi qarşılıq, fərqli yanaşma və ixtilaf mütləq şərtdir ki, batillə haqqın sərhədləri seçilsin. Çünki məsələ də bilirsiniz necədir? Əslində, batillə haqqın da yox. Mən düşünürəm ki, dünyada bu dəqiqə elə o dönəmdən bu yana qədər haqla batilin mübarizəsi getmir. Haqla haqq görünənin mübarizəsi gedir. Çünki batil öz-özlüyündə batildir. Bu öz-özlüyündə heç vaxt irəli gedə bilməz. Batilin irəli getmək üçün onun bir haqq libasına, haqq donuna bürünmür. Bəli, köpük məsələdir. Bu nöqteyi nəzərdən əslində Həzrət Hüseynlə Yezidin qarşı durması da haqla haqq görünənin qarşı durmasıdır. Yezid o həddə idi ki, yəni haqq o qədər, batil o qədər haqq donuna, libasına bürünmüşdü ki, Yezid kimi bir əyyaş, əhlişef bir adam müsəlmanların xəlifəsi kimi təqdim olunurdu. Ona görə mən düşünürəm ki, bax, haqla haqq kimi görsənənin ayırt edilməsində ixtilaf mütləq şərtdir. Bu olmalıdır. Zaten elə bu haqq kimi görünənin də o cür olduğunu, zaten bu cür bir hadisə aşkara çıxara bilərdi ki, Mədinə əhlinin hadisədən xəbər tutduqdan sonra verdiyi reaksiyada. Bəli, çünki hətta Həzrət Hüseynin dönəmində Həzrət Hüseyn Mədinədən çıxıb Kərbalaya tərəf gedəndə səhabələrin içində bəziləri gəlib ona bu cür nəsihətlər də verənlər oldu, orta yolu tut, bu cür nəsihətlər verənlər oldu. Amma məsələnin məğzi bundan ibarətdir ki, axı mənim hədəflərim əgər haqqın bərpasıdırsa, burada orta yolu tutmaq haqqa zülm eləmək deməkdir. Mənim o birisi haqq görsənəndən heç bir fərqim olmayacaq. Zaten haqqın getməsinə səbəb olurdu. Necə ki, İmam özü də buyurdu ki, əgər xəlifəsi, bu İslam ümmətinin xəlifəsi Yeziddirsə, o zaman İslamın fatihəsini vermək lazımdır. Digər bir sual isə bu hadisəyə, Kərbəla hadisəsinə baxdığımızda vəhdəti necə dəyərləndirmək olar? Maraqlı sualdır bu da. Əslində düşünürəm ki, vəhdət çox önəmli mövzudur və vəhdət də məncə düzgün dəyərləndirilməlidir. Biz adətən bu vəhdət kəlməsini çox eşidirik. Amma məsələnin məğzinə varmırıq. Mənim gəldiyim qənaət budur ki, öz-özlüyündə vəhdətin heç bir dəyəri yoxdur. Vəhdəti dəyərli və mənalı edən şey üzərində vəhdət olunan şeydir. Mən nəyin üzərində vəhdət edirəm? Nə üçün vəhdət edirəm? Vəhdətə dəyər qatan, mənalı edən olur. Çünki batil üzərində də vəhdət eləmək olur. Çünki Quran ayələri də var, kifayət qədər bunu isbatlayan, tarixi hadisələr də var. Vəhdəti dəyərli edən şey o üzərində olunan şeydir. Yəni, mən nə üzərində vəhdət eləyirəm? Əgər mən batil üzərində vəhdət eləyib, gözümlə gördüyüm,
Peyğəmbərin barəsində dəfələrlə müsbət fikirlər dediyi Həzrət Hüseynə xarici, dindən çıxmış adı verəcəmsə, bu vəhdətin heç bir dəyəri yoxdur. Kimsə bunu da arqument gətirə bilər ki, bəs belə hamıdan ağıllı İmam Hüseyn çıxdı, bu boyda İslam ümməti xəlifəni qəbul elədi, amma bu qəbul eləmədi. Vəhdəti pozdu, vəhdəti sındırdı, ümmət arasında qarşılıqlıq saldı. Təbii ki, batillə heç bir vəhdət yol verilməzdi. Əgər İmam Hüseyn öz ideologiyası, öz düşüncəsi, öz konseptinə görə bu adamın yanaşmalarını, oxunuşunu, həyat tərzini batil bilirsə, bununla heç bir vəcdə vəhdət təşkil eləməyəcəkdir. Yəni, vəhdəti dəyərli edən şey üzərində vəhdət olunan şeydir. Bu kontekstdə düşünürəm ki, Kərbala bizə bir xət, bir yolcudur ki, siz ancaq haqq üzərə bağladığınız vəhdətlər dəyərli vəhdətdir, qurucu vəhdətdir, cəmiyyətə və insanlığa faydalı vəhdətdir. Batil üzərində qurulan vəhdətlər hamısı köpük kimidir. Gec-tez onlar dağılacaq. Digər bir sualımız isə bundan ibarətdir ki, Aşura ilə şəxsiyyət tanıma və şəxsiyyəti dəyərləndirmə mümkündürmü? Hə, çox maraqlı sualdır. Ümumiyyətlə, şəxsiyyət psixologiyasında insanın düşüncələri, onun emosiyalardan rəftar və davranışlarını formalaşdırır. Bəzən rəftar və davranışlarını da emosiyalarını formalaşdırır deyə bu görüşü də dəstəkləyən psixoloqlar var. Amma ümumilikdə insanın bütün rəftar və davranışları onun xarakterindən, psixoloji tipindən, bu psixoloji tipin də formalaşması onun illərlə əldə elədiyi bilgilərdən, məlumatlardan, düşüncədən formalaşır. Həzrət Əlinin bir gözəl sözü var, səhabəsi Əbazərə nəsihətlərində deyir ki, ey Əbazər, sənin hər bir rəftar və davranışının arxasında fundamental bir bilgi bazası, yəni bir mərifət dayanır. Düşünürəm ki, bu həmən şəxsiyyət psixologiyası ilə səsləşən hədisdir və bir tövsiyədir. Kognitiv terapiya məhz elə bunu ilə, yəni kognitiv psixologiya xətti məhz bunu ilə məşğuldur. İnsanların rəftarının, davranışının, düşüncə və emosiyalarla əlaqəsinin. Düşünürəm ki, bu kontekstdə Kərbəla mənə görə iki insan tipinin, iki şəxsiyyət tipinin qarşı durmasıdır. Hüseyn şəxsiyyət tipi və Yezid şəxsiyyət tipi. Əgər doğrudan da rəftar və davranışları müsbət nəsnələr üzərində qurulubsa, mənəvi dəyərlər üzərində qurulan insan mütləqdir ki, Hüseyn şəxsiyyətində olacaq və onun əshabının, səhabələrinin şəxsiyyətində. Əks tərəf də bəllidir. Hansı formada idi, hansı bilgilər və düşüncə kontekstində bunun şəxsiyyəti formalaşmışdı. Məhz elə buna görə də İmam Hüseyn deyir ki, mənim kimilər sənin kimlərə beyət etməz. Əslində bu mövzu açıq, qiyamətə qədər açıq qoyub. Yəni mən xarakterdə, mən şəxsiyyət tipində olan insanların sənin xarakter və sənin şəxsiyyət tipində olan insanlara tabe olması qeyri-mümkündür. Çünki biz həyatımızın mənaları tamam başqadır. Bizim həyata baxış bucağımız tamam başqadır. Bizim şəxsiyyət olaraq formalaşdıran səbəblər toplusu tamam başqadır. Ona görə bizim bir araya gəlməyimiz və yaxud da mənim sənə tabe olmağım qeyri-mümkündür. Bu nöqteyi nəzərdən kognitiv davranış terapiyası kontekstində biz Kərbalanı araşdırsaq, hətta onların tək-tək fərdlərini həm Yezid qoşununda, həm Həzrət Hüseynin qoşununda bir çox müsbət məqamları və doğrudan da şəxsiyyət ayrımını edə bilərik. Təşəkkür edirəm Bəhruz bəy. Qısa bir reklam fasiləmiz var dəyərli izləyicilər. Daha sonra yenidən efirdə olacaq. Bizi izləmədə qalın. Bəhruz bəy, Aşura özünü dərk və özünü tanımada nə kimi rol oynayır? Düşünürəm ki, bu məsələ də çox mühüm məsələdir və Aşuradan da biz özünü dərk üçün müəyyən belə deyək də dərslər və yaxud da konsepsiyalar əxs eləmək olar.
Ümumiyyətlə şəxsiyyət psixologiyasında özünü dərk, yəni indi və burada hisslərimin, düşüncələrimin, emosiyalarımın idarə olunmasıdır. Məsələn, Karl Rogers həqiqi mənlə saxta mənin ayrımını bu məqamda elirdi. Məsələn, mən hirslənirəm, hansısa bir hadisə məni hirsləndirir. Bu hadisə, sırf hadisənin özünə görə mən hirslənirəm, mənim emosiyalarım qabarır. Yoxsa mən hirsliyəm deyə hadisəyə o cür reaksiya verirəm. Bu geniş kontekstdə müzakirə olur və yaxud da həqiqi mənimi tanımaq üçün baş vermiş hadisə, məni əsəbləşdirən hadisə, mənim dəyərlər sistemimə toxunduğu üçün məni narahat edir. Yəni bəzi sistem qurmuşam, özümü bu sistemdə komfort zonamdayam və bunu dəyər hesab edirəm. Bu o dəyərləri uçurtduğu üçün mən əsəbləşirəm, yoxsa həqiqət olduğu üçün əsəbləşirəm. Yəni elə eyni mənadır ya. Yəni həqiqətlə qarşı durmada mənim öz həqiqətim, yəni özümdən qurduğum mən obrazı dağılır deyə mən reaksiya verirəm. Əslində mən düşünürəm ki, Kərbala hadisəsi əvvəldə də qeyd elədim, həqiqətlə həqiqət görsənən. Kərbala hadisəsi həqiqi mən və yalançı mən. Bunun mübarizəsidir. Jungun maraqlı bir fikri var. Deyirdi ki, mən hadisələrin təsirindən formalaşan mən deyiləm. Mən olmaq istədiyim mənəm. Çox möhtəşəm ifadədir. Bəzən hadisə və situasiyalar, o əvvəldə də dediyim kimi, yalançı mən formalaşdırır. Mən bir yazım var idi, insan ən azı 5 məndən biri ilə yaşayır. Bəzən cəmiyyət sənə bir mən, bir şəxsiyyət yükləyir, amma sənin həqiqətin o deyil. Sən cəmiyyətin sənə yüklədiyi mən stereotipi ilə yaşayırsan və özün o barədə təsəvvür edirsən ki, mən oyam, amma sən o deyilsən. Mən düşünürəm ki, Kərbala bax bu stereotipləri, bu şəxsiyyətləri ayırmaq üçün bir dənə məhəc daşıdır. Həzrət Hüseyn göstərdi ki, mən hadisələrin təsirindən formalaşan mən deyiləm. Mən olmaq istədiyim mənəm. Amma qarşı tərəf qoşun isə hadisələr fonunda formalaşdırdıqları məni yaşayırdılar. Bunlar mömin idilər, namaz qılırdılar. Bunların o daxilindəki o bədheybətin üzə çıxması üçün tutarlı bir şərait lazım idi. Bunlar namaz da qılırdılar, oruc da tuturdular. Yəni İmam Hüseyni qeyri-dindarlar öldürmədi ki. Oruc halında Kərbalaya gələn adamlar var idi. Və İmam Hüseyni Allaha yaxınlaşmağa görə öldürən insanlar var idi. Ən azından. Bəli, ən azından. Və İmam Hüseyn əslində demək istəyirdi ki, siz hadisələrin formalaşdırdıqları insansınız. Amma mən özümü yaratdığım, formalaşdırdığım insanam. Onların həqiqətini, o Kierkegaard'un bir dənə qəşəng sözü var. Deyir ki, insanlar özünü dərk və özünü tanımadan ona görə qaçır ki, daxilindəki bədheybəti görmək istəmirlər. Bilirlər daxillərində bir dənə bədheybət var, onu görmək istəmirlər. O xoxanla qarşı-qarşıya gəlmək istəmirlər. Ona görə yalançı yarlıqlarla, yalançı kimliklərlə o bədheybəti kompensasiya edib bastırmağa çalışırlar. Bir misal vuruldu ki, biri məsələn şəkil çəkdirmək istəyəndə deyirsən ki, gəl şəkil çəkdir. Deyir ki, yox, mənim şəkil çəkdirməklə aram yoxdur. Deyir, yox, məsələ onun şəkil çəkdirməklə arası olması deyil. O bilir ki, eybəcərdir. O şəkildə eybəcərliyini görmək istəmir. Ona görə şəkil çəkdirmək istəmir. Bax, bu konsept çox möhtəşəm konseptdir. Biz məsələyə bu cür yanaşsaq, İmam Hüseyn bunların doğrudan da daxilindəki bədheybəti üzə çıxartmaq üçün və bunlar din, mənəviyyat, şəriət adına maskalanmış olduğunu üzə çıxartmaq üçün elə bir metod seçməli idi ki, təsirli olsun. Bu metodda ölüm idi. Bu metodda elə Kərbala hadisəsinin yaranması idi ki, onların daxilindəki o kimliklərini, şəxsiyyətlərini üzə çıxartsın. Və nəinki orada onun qarşısında olanlar, onlardan öncəki və Bəli, özündən sonrakılar, yəni dediyim kimi də prototiplərdir bunlar. Qəliblərdir. Bu qəlibə sal, analiz elə. Həm şəxsiyyət tiplərini, həm xarakter tiplərini. Yəni dediyim kimi, bax, Peyğəmbər dönəminin insanı bildiyimiz kimi vəhşi Peyğəmbərin əmsi Həmzənin
qulağını kəsir, burnunu kəsir, ürəyini çıxardır. Bu İslamda şəriətində də qadağan olunmuş bir rəftar və davranışdır. Yəni sən hətta düşmən qoşununda belə öldürdüyün şəxsin cəsədinə hörmətsizlik edə bilməzsən. Hörmətsizlik edə bilməzsən. Hətta o kafir olsa belə, din düşməni olsa belə. Yəni öldürdün və salam, hörmətsizlik edə bilməzsən. Həddi aşmaq kimi dəyərləndirir. Təsəvvür edin ki, İmam Hüseynə xarici və dindən çıxmış deyən, həmən oruc tutan, namaz qılan müsəlmanlar o hətta idilər ki, şəriətin bu kodeksini də asmışdılar. İmam Hüseynin əlini kəsdilər, barmağını kəsdilər, qarət elədilər, üstündən atlarla çapdılar. Yəni bu əslində onların həqiqi kimliyini ortaya qoymaq üçün, yəni bundan möhtəşəm konsept ola bilməzdi. Bundan möhtəşəm islah metodu. Çünki əvvəldə dedim, artıq danışığın heç bir önəmi yoxdur. Adamlar Qədirxum kimi aşkar hadisəni təhrif edib bu vəziyyətə çatdırmış adamlardır. Bunlarla hansı ritorika, hansı sözlə danışasan? Ona görə elə bir metod seçilmişdi ki, bu metod qarşı tərəfin həqiqətini çapaqlığı ilə göz önünə qoydu. Əslində qarşı tərəfin də bir göstərir ki, bunlar əslində İmam Hüseyni yox, vaxtı olsa da, imkanlar, şəraitlər olsa da elə Peyğəmbərə bunu edərdilər. Və şərait onlara yaratdı ki, ən azından, necə ki, Yezid özü də deyir ki, Bədirdəkilərin qisasını aldım. Digər bir sual isə budur ki, sizcə Kərbəla hadisəsi nifrətin təzahürüdür, yoxsa sevginin? Maraqlı sualdır. Əslində hadisənin özünə baxanda biz orada sevgi müşahidə edə bilmirik. Amma xanım Zeynəbə baxanda? Xanım Zeynəbin yanaşmasına baxanda ki, mən Kərbalada gözəllikdən başqa bir şey görmədim, bu söz adamı düşündürür. Mən deyərdim ki, hətta İmam Hüseyn, baxmayaraq ki, danışırıq, qarşı tərəflər bədheybət idi, bunlar xarakter, tipoloji olaraq tamam fərqli insanlar idi. Amma İmam Hüseyn onlarla belə rəftarda, hətta döyüşdə və yaxud da ritorikada, belə deyək də, həddi aşmırdı. Və çox maraqlı bir dənə nüans var burada. Mən ona görə, bax, məhz bu nüansa görə mən qiymətlənirəm ki, Aşura həm də məhəbbətin təzahürü idi. Çox təzadlı yanaşmadır. İmam Hüseyn, məsələn, Tasua gecəsi deyir ki, bunların işi mənəndir, kim getmək istəyirsə beyyəti üzərimdən götürürəm, gedin. Hətta şamlarda söndür. Bəli. Amma Aşura günündə onun məşhur bir ifadəsi var da, bir nəfər yoxdurmu mənə kömək eləsin? Bu çox təzadlı fikirdir. Kömək eləmək istəyənləri sən dünən göndərdin, məsələn. Amma bugün kömək istəyirsən. Bu fikir məni çox düşündürürdü. Mən düşündüm ki, Həzrət Əlinin bir gözəl sözü var. Onun hər sözü gözəldir, amma bu da o gözəl sözlərdən biridir. Bəli, yerində deyilmiş. Və Nəhcül Balağada çox möhtəşəm ifadədir bu. Tuğarbəlunna qarbələtən, siz xəlbirdən ələnən kimi ələnəcəksiniz. Yəni, Həzrət Əli demək istəyirdi ki, tarixin elə dönəmi gələcək, elə vaxt gələcək ki, möminlər, müsəlmanlar belə, necə ki, xəlbirin gözləri xəlbir ələkdən biraz böyük olur da, xəlbirdən ələnən kimi bu sosial, ictimai proseslər sizi ələyəcək, xəlbirin içində ancaq doğrudan da o böyük, daha saf dənələr qalacaq. Bax, mənə görə Aşura həmən o xəlbir ələnmə prosesindən biri idi. Həzrət Hüseyn sanki o xəlbiri götürüb axşam başladı bunları ələməyə, o qalanların içində daha saflarını seçdi. Çünki sabah bunlara elə bir şey veriləcək ki, yəni elə bir ölüm bunlara veriləcək ki, şəhadət kimi də, buna ancaq layiq olanlar qalmalıdır. Səhərsi gün o düşmən qoşunun içində ki, fəryad edir ki, mənim bir köməyimə çatan yoxdur. Sanki onların içində də axtarır o xəlbirlə, onların içindən belə əliyib kimlərəsə nizat verib çıxartmaq istəyir oradan. Bu ancaq məhəbbətlə başa gələn bir şeydir. Ona görə o qəşəng bir deyim var. Deyir, əgər nifrət edirsənsə, deməli sənə qalib gəliblər. Biz Kərbəla hadisəsində Həzrət Hüseynin nifrətini görə bilmirik qarşı tərəfə.
Yəni bütün Kərbəla hadisəsini tarixi kontekstdə araşdırılanda, o rəcəzləri, o falanları biz qarşı tərəfə onun nifrət, kin qusduğunu görə bilmirik. İmam Hüseynin ancaq onların rəftar və davranışlarına qarşı. Məsələn, o məşhur sözü var da, mən sizdən kiminsə namusuna sataşmışam, kiminsə haqqını yemişəm, mən sizə neynəmişəm ki, məni öldürmək istəyirsiniz? Təhqir eləmir onları. Hətta Siffin döyüşündə Həzrət Əlinin səhabələrindən biri Muaviyə qoşununu söyəndə Həzrət Əli buna etiraz eləyir. Deyir, sən onları niyə söyürsən? Şəxsiyyətləri niyə alçaldırsan? Sən onların rəftar və davranışlarına, əməllərinə düşman ol, özlərinə yox. Biz bax bu konsepti, bu düşüncəni biz Aşurada görürük. Həzrət Hüseyn tək-tək fərdlərlə, şəxsiyyətlərlə işi yox idi. Onların əməlini üzə çıxartmaq istəyirdi və doğrudan da onların o gizlətdiyi şəxsiyyəti ki, dindar pərdəsi altında gizlətmişdilər, onu üzə çıxartmaq istəyirdi ki, bax sizin rəftar və davranışlarınızın qaynağı həmən formalaşdırdığınız şəxsiyyətlərdir. Siz onu din adı altında bir müddət gizlədə bilərsiniz. Amma münbit şərait yarananda o şəxsiyyətiniz üzə çıxacaq. Və bu nöqteyi nəzərdən mən düşünürəm ki, Aşura həm də məhəbbətin təzahürü idi. Həm Həzrət Hüseynin öz əshabına qarşı rəftarında bunu görürük, həm qarşı qoşundakılara qarşı rəftarında bunu görürük. Və xanım Zeynəbin ki, mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim, bu da Kərbala, ölüm və həyata başqa bir məna, anlamın baxışıdır ki, yəni zahirdə qada kimi görsənən, əgər sənin həyatında bir mənan varsa, bu sənə gözəllik kimi görsənəcək. Doktor Franklin Məna axtarışında olan insan kitabı var. Çox möhtəşəm kitabdır, bestsellerdir. Doktor Frankl və bu kitab elə yerdə yazılıb ki, adam faşist katrqalarından, faşist düşərgələrindən, yoldaşı orada vəfat eləyir, valideynləri vəfat eləyir. Yəni, ən yaxşı halda o oradan dəli olub çıxmalı idi. Amma adam orada analiz eləyir. Və deyir ki, əgər həyatının bir mənası varsa, sənin üçün dərd bəlada mənalı görsənir, gözəl görsənir və sən istəsən dərddən, ağrıdan, acdan da bir məna əxs eləyə bilərsən. İndi biz bunu burada müzakirə predmeti eləyib Doktor Franklin düşüncələrini sual altına da apara bilərik. Amma mən düşünürəm ki, bu biraz yanlış yanaşmalar nəyə görə? Adamın dedikləri təcrübədir. Yəni, adam o ağrı acının, o dərdin, zillətin içindən Doktor Frankl olaraq çıxıb və insan məna axtarışında adında bir kitab ərsəyə gətirib ki, milyonlarla insana təsir qoyub. Bu kontekstdə biz Kərbalaya bu kontekstdən baxsaq, elə Həzrəti Zeynəbin mən Kərbalada gözəllikdən başqa bir şey görmədim, həmən mənaya söykənir. Səhv eləmirəmsə, Nietzschenin fikridir. Deyir, əgər insanın yaşamaq üçün bir niyəsi varsa, o hər necəyə dözəcək. Çox maraqlı fikirdir. Yəni, Aşura qəhrəmanlarının niyəsi ali idi. Yaşamaq üçün və ölmək üçün də əvvəldə dediyim kimi niyələri qarşı tərəfdəkindən tamam fərqli idi. Ona görə onlara dərd-bəla da başqa məna vermişdilər dərd-bəlaya. Belə deyək. Onlar əziyyətə də tamam başqa məna vermişdilər. O kontekstdə xanım Zeynəbin gördüyü gözəllik idi. Çünki Allaha bəndə olmaq istəyənlər dəyərlərinin uğrunda verə biləcəkləri ən möhtəşəm şeylərin verirdilər. Yəni, ondan biri də candır. Təbii ki, bu mənada, bu kontekstdə bu gözəllikdir. Yəni, burada sən qanqada görə bilmirsən. O bir oyunda statusda yazmışdım ki, insan həqiqət hesab etdiyi dəyərlər uğrunda nəyi bədəl verə bilər, nəyi fəda edə bilər. Adam bu kontekstdə məsələyə yanaşanda həqiqət hesab etdiyim dəyərlərin uğrunda mən nələrimi verirəm və bəlkə də sənin o mənanı, o həqiqəti dəyərli edəndə sənin onun uğrunda verdiyin şeylərdir. Əgər mən bir həqiqətin uğrunda canımı verirəmsə, o dəyərlidir. Bu kontekstdə bəli, Kərbəla məhəbbətin, eşqin təzahürüdür. Minnətdaram bir daha, təşəkkür edirəm. Dəyərli izləyicilər, Sözün Gücü verilişinin növbəti buraxılışının sonuna gəldik. Yeni buraxılışlarımızda görüşmək ümidi ilə hələlik.